İki ixtirası ilə dünyanın nizamını dəyişən, dəhşətli xəstəliklərə, ölümlərə səbəb olan Thomas Midgley. Təxminən 100 il əvvəl bir kimyaçı insanlıq üçün faydalı ola biləcəyini düşünərək iki ixtira edir. Amma bu yenilik nəinki faydalı olur, əksinə milyonlarla insanın sağlamlığına, ümumilikdə isə planetimizin iqliminə mənfi təsir göstərir. 1921-ci ildə General Motors'da işləyən Thomas Midgley avtomobil mühərriklərinin səsini azaltmaq üçün benzinin tərkibinə qurğuşun tetraetilat kimi kimyəvi maddəni əlavə edir. Bu, texniki baxımdan uğurlu olsa da nəticəsi dəhşətli olur. Qurğuşun havaya qarışaraq kütləvi zəhərlənmələrə, zehni inkişaf geriliyinə, hətta uşaq ölümlərinə səbəb olur. 80 ildən çox istifadə olunan qurğuşunlu benzin bəzi ölkələrdə bu gün də öz təsirini göstərməkdədir. Midgley'nin bu tənqidləri susturmaq üçün kameralar qarşısında qurğuşunlu benzini əlinə sürtərək iyləməsi sonradan özünün qurğuşun zəhərlənməsindən müalicə almasına səbəb olur. Bununla kifayətlənməyən Midgley bəşəriyyətə ikinci zərbəsini endirir. Azon qatını deşən növbəti ixtirasını edir. 1930-cu illərdə Midgley soyuducu sistemləri üçün təhlükəsiz qaz axtarışına başlayır və çox keçmir ki, o freon adlı maddəni kəşf edir. Bu qaz texnoloji baxımdan təhlükəsiz sayılır, amma azon qatına çatdıqda azon molekullarını məhv edir. Bu da ultrabənövşəyi şüaların yer üzünə daha çox çatmasına səbəb olur. Nəticədə dəri xərçəngi, ekosistem pozuntuları, iqlim dəyişiklikləri baş verir. İşin ən pis tərəfi isə bu qazların təsirinin 100 illərlə davam edə bilməsi olur. Ən maraqlısı və acınacaqlısı Midgley'nin qazdığı quyuya həm də özünün düşməsidir. 51 yaşında iflic olan alim hərəkət edə bilmir və özünü çarpayıdan qaldırmaq üçün daha bir ixtira eləyir. Bu yeniliyi isə onun öz başında çatlayır. Midgley çarpayının mexanizminə dolaşır və boğularaq həyatını itirir. Beləliklə, ixtiralar eləyib faydalı olmağa çalışan alim tarixə, planetə ən çox zərər verən insan kimi düşür.